düyməsini sıxıb saxlayırıq. Sonra stop düyməsini 1, 2, 3, 4, 5. 5 dəfə vurub power düyməsindən əlimizi çəkirik. Printerdə kağız mütləq olmalıdır. Sonra təkrar stop düyməsini 1, 2, 3, 4, 5. 5 dəfə vururuq və sonra power düyməsini bir dəfə vururuq. Deməli, bizdə artıq sayğac sıfırlandı, qaldı süngərin dəyişilməsi. Və printeri söndürdük, indi təkrar yandırıb yoxlayırıq. Göründüyü kimi artıq xəfə kodu yoxdur, indi qaldı süngərin dəyişilməsi.